Cəmi 30 manata mətbəxim üçün bu qədər əşya aldım. Story-dəki anketdə hər kəs paylaş dediyi üçün sizinlə də paylaşmaq qərarına gəldim. Məhsulları aldığım mağazaların Instagram hesablarını postun altında qeyd edəcəm. Gəlin elə ilk bu qutudan başlayaq. Familia Home-dan belə bir qab aldım. Son zamanlarda bir çox food blogerlərin də süfrəsində görürdüm və çox bəyənirdim. Mən də almaq qərarına gəldim. Məncə türklər demiş çox kullanışlı bir məhsuldur. İçərisinə çərəz, desert, salat, mürəbbə və s. zövqə görə nə istəsəz qoya bilərsiniz. Düşünürəm belə hündür qablar çox zərif görsənir və süfrəyə gözəllik qatır. Bir də bu qabın fərqli bir modelini də aldım. Bu da çox gözəl görsənir. Kənarları çiçək ləçəyinə bənzəyir. Bunun digərlərinə nisbətən biraz hündürlüyü azdır. Bu qabların hər birindən 2 ədəd aldım. Qiymətləri də 5-6 manat olmalıdır, səhv etmirəmsə. Daha sonra Saving Home-dan belə şüşə saxlama qablarının kiçik və böyük ölçüsünü aldım. Bu qabların qapaqları da vakuumludur və bunların hər birindən 3 ədəd götürdüm. Bunların qiymətinə inanmayacaqsınız, çox münasib idi. Onu deyim ki, kiçik saxlama qablar cəmi 1 manata idi, böyüklər isə 1 manat 50 qəpiyə. Və düşünürəm ki, görüntü olaraq da çox estetik görsənirlər. İndi bu qiymət həqiqətən plastik qabları belə almaq olmur. Bitməmiş mütləq gedin, alın. Daha sonra 1 manat 50 qəpiyə belə bir spatula aldım. Və cəmi 1 manata olan sos qabına baxın. Hələ üstəlik altlığı da var. İstəsəz altını da ayrıca istifadə edə bilərsiniz. Düşünürəm qiymət də çox münasibdir. Qabın özü də çox qəşəng görsənir. Daha sonra deməli Dubai şokolatı qəlibi aldım. Bəlkə həvəslənib mən də Dubai şokolatı edərəm deyə. Dubai şokolatının qəlibinin daha doğrusu qiyməti isə 1 manat 50 qəpiyə idi. Əslində bunun öz salafanı var idi. Sadəcə mən artıq salafandan çıxartdığım üçün belə göstərirəm sizə. Aldıqlarımı ümumi şəkildə belə də göstərim. Hər birini çox bəyəndim, çox ürəyimcə oldu. Ürək rahatlığı ilə sizə də tövsiyə edirəm. Məhsullar bitməmiş, gedin siz də faydalanın. Hər iki mağaza bir-birinə çox yaxın yerləşir. Səhv etmirəmsə yan-yana idi.